Azərbaycan xalqı necədirsə, Azərbaycan hakimiyyəti də o cürdür. Deməli, Emin Hüseynov Mehriban Əliyevə sual verir ki, onlar Azərbaycanda demokratiya ilə bağlı sual verir. Mehriban xanım da 2-3 addım atır, dayanır, çönür belə. Deyir, sən həmən adam deyilsən, qadın paltarında ölkədən qaçan, səfirliyə sığınan və çönür, çıxır gedir. Sizə can sağlığı arzulayıram deyir. Nəsə belə bir şey, çıxır gedir. Baxdım, o qədər güldüm də. Və yazılan rəyləri oxuyuram da, Meydan TV-də həmən videonun altına. Hamı yazıb ki, Mehriban babat qoydu. Baxın, kimsə düşünmür ki, Mehriban Əliyeva 35 ildir Azərbaycan hakimiyyətinin ən önəmli şəxslərindən biridir. Öncə hakim ailənin gəlini oldu, sonra həyat yoldaşı oldu. Sonra da Azərbaycanda ən yüksək vəzifəli ikinci dövlət məmuru oldu. O cür cavab verə bilməz. Vətəndaşın verdiyi suala sən kim olmusan, arvad paltarında qaçan olmusan deyə bilməz. Amma deyir. Niyə? Çünki Mehriban Əliyeva da, nə bilim adi taksi şoförü kimi düşünür. Mehriban Əliyeva da adi dükanda satıcı kimi düşünür. Siyasi düşüncəsi yoxdur. Siyasi düşüncəsi olsa heç cavab verməz. Və ya elə bir siyasi formada cavab verər ki, yəni Emin Hüseynov və Azərbaycan xalqı başa düşməz. Çünki siyasətçi deyirlər. Azərbaycan xalqının bir nümayəndəsidir. Verdiyi cavabdan utanmalıdır. Ona görə utanmalıdır ki, məhsul şəxsdir. Azərbaycanda olan duruma görə hər hansı bir vətəndaş ölkəni tərk eləmək məcburiyyətində qalır. Bu siyasi repressiyanın göstəricisidir. Amma bundan utanmayıb deyir ki, deyir, sən kim olmusan? Arvad paltarında deyir, ölkəni tərk eləyən olmusan. Ya utanmasa, deyər ki, Azərbaycanı tərk eləyənlər şərəfsizdir, vətən xaini. Başa düşsən, yəni çıxıb bir gün bunu da deyəcək. Bax, əminəm, bu video burada qalsın. Bir gün xaricdə yaşayan Azərbaycanlılarla bağlı bu cür şeylər də deyəcək. Hansı ki, Azərbaycan hakimiyyətini tənqid edirlər. Yəni, bu utanc verici bir şeydir. Baxıram, üzülürəm ki, yəni ölkəmin ən yüksək vəzifəli dövlət məmuru Mehriban xanım Əliyeva vətəndaşına qarşı gör necə yanaşır. Yəni sən kim olmusan, hə? Arvad paltarında, yəni kişi olsaydın kişi kimi qaçardın da bildin. Ya bu həm gülməlidir, həm də bizə necə ölkəmizin düşdüyü durumdur ki, ölkəni kimlər idarə edir? Necə bir siyasi ağıl idarə edir? Və Azərbaycan insanları necədirsə, Azərbaycan hakimiyyəti də o cürdür. Ona görə Azərbaycanda yaşayanın ağlı yoxdur. Allah'ın olsun, o ölkə düzəlməyəcək. Yəni düzələsi də deyil. Çünki bu cür siyasi ağılla, bu cür siyasi düşüncə ilə bir ölkə düzələ bilməz, mümkün deyil. Hə, İlham Əliyev hal-hazırda siyasi karyerasının ən yüksək səviyyəsindədir. Yəni İlham Əliyev İsrail dəstəkləyir, İsrailin kuklası Trump dəstəkləyir. Yəni Amerika Birləşmiş Ştatları bu gün İsrailin əlinin altında oyuncaqdır ki, Amerika Birləşmiş Ştatları da Azərbaycanı dəstəkləyir. Buna sübut olaraq da onu deyim ki, yəni son 5 ildə görmüsünüz, nə vaxtsa erməni diasporasının bir səsi çıxsın. Əvvəl zəhləmizi tökürdülər, Azərbaycana qarşı sanksiyalar, mübarizə aparırdılar, medialarda falan. İndi sıfır, heç nə. Yoxdur, səsləri kəsilir. Çünki İlham Əliyevin xarici siyasəti hal-hazırda, yəni özü üçün də İlham Əliyev özü üçün, öz ailəsi üçün, o bəzi Azərbaycanda insanlar var, belə özü üçün yaşayan, dünya vecinə deyil, hətta ailəsinə belə yəni dəyər verməyən insanlar. Bu gün İlham Əliyev də eyni situasiyadadır. Yəni özü üçün, öz çevrəsi üçün yaşayır. Çevrəsi də kimdir? Erdoğan, nə bilim Putin, Netanyahu, Trump. Oturub durduğu, yoldaşlıq elədiyi insanlarla bomba münasibət qurub. Yəni özünün dünyada necə deyim, istər Avropada, istər Amerika Birləşmiş Ştatlarında siyasi karyerasının ən yüksək nöqtəsindədir. Qarabağı qaytardı deyənə avtomatik olaraq Azərbaycan xalqının da böyük hissəsinin rəğbətini qazandı. Elə içimən qarşı. Yəni o da onun siyasi gücünün nəticəsi idi. Mən yəni nə müxalifətçiyəm, nə mən özümə müxalif olan insanam da. Nə var, nə düşünürəmsə onu deyirəm. Amma sadəcə onu bilirəm ki, yəni mən necə düşünürəmsə İlham Əliyev də eynisini düşünür. Azərbaycanda taksi şoförü necə düşünürsə Mehriban Əliyeva da eyni düşünür. O insanların düşüncə tərzi qətiyyən dəyişmir. Yəni eyni şey. Ona görə Azərbaycan xalqına bax, Azərbaycan hökumətini gör. Azərbaycan hökumətinə bax, Azərbaycan xalqını gör.
Ona görə kimsə düşünürsə ki, Azərbaycanda nə vaxtsa nəsə düzələcək, zırt düzələcək. Çünki Azərbaycan insanı da gələcəyini düşünmür. Heç bu gününü düşünmür. Azərbaycan insanı sabahı ilə, dünəni ilə yaşayan insanlardır. Nəysə, Emin çox güldürdü məni. Emin də Mehman qardaşıdır, yeri gəlmişəm. Mehman Hüseynov. Mehmanı hamı tanıyır, Emini tanımır. Nəysə, məndən bu qədər. Gedim Riyonu gəzim. Bu da balkondan Riyonun görüntüsü. Lan dedi, yuxudan durdum, gecə karnavaldaydım. Karnaval dəlixanadır da, dəlixana. Mən belə şey görməmişdim. Nəysə, siyasətdən başım buraxın. Prosta çox güldüm. Dedim, bu xatirə olaraq bunu da çəkin. Çünki bu belə hadisə tez-tez ələ düşmür. Nəysə, dünən karnavaldaydım. Karnaval dəlixanadır da, dəlixana. Mən həyatımda belə bir dəlixana görməmişdim. Rio de Janeiro'ya ümumiyyətlə karnaval vaxtı gəlirsinizsə qrup halında gəlməyə lazımdır. Mən elədiyim yanlışları deyim. Bura qətiyyən tək gəlmək olmaz. 3-4 oğlan və yaxud da nə bilim qız oğlan para şəklində. Belə də yəni qarma qarışıq gəlməyə lazım. Tək çox təhlükəlidir. Təhlükə ondan ibarətdir ki, üstündə nəsə qiymətli bir şey olanda bir çox fırlatdılar. Ya telefon, ya nə bilim boynunda bir şey. Yəni bildiyin maykanı da çıxardırsan, çılpaq gəzirsən. Bir də əynində şortik. Bir də cibə nə bilim 5-10 dollar pul verirsən ki, susuz deyəndə su alasan. Su itirəcəyin nə olsun? Qutardı. Başqa heç nə. Amma yəni o qədər çılpaq insan görürsən ki, məmələri açıq, götləri çöldə onlar. Və baxırsan ki, bu nə cür mədəniyyətdir? Küçələrə işləyənlər kim? Oturub, yəni sekslə gözünün qabağında məşğul olanlar kim? Bir söz özdə qadından, kişi ilə. Yəni dəlixana da bir sözlə, dəlixana. Mən bir də Rio'ya gəlmərəm. Bu mənim sonuncu gəlişimdir. Braziliyaya nə vaxtsa gələrəmsə də, bəlkə də şeyə gələrəm. Amazon meşələrinə falan. Nəysə, buralar çox gözəldir. Həqiqətən gözəldir. Yəni bir suyu Tayland, təbiəti Vyetnam, eyni. Təbiəti möcüzədir. Prosta ki, bu möcüzənin içinə sıçıb işəyirlər. Bilmirəm niyə. O qədər evsiz insan var. O evsiz insanların da zaten bu həyatda itirəcəyi heç nə yoxdur deyənə. Sən əlində və yaxud da cibində qiymətli bir şey görən kimi sıraz onu fırlatmağa çalışır. Yəni belə. Amma ümumilikdə mən qaldığım bu 5-6 gün ərzində burada çox da negativ bir şey görmədim. Mən İsveçdə o qədər təmizliyə öyrəşmişəm də. Şəhər gül kimi, gül iyi gəlir, yəni tərtəmiz. Yerə bir şey düşəndə götürüb onu yeyirəm də, təsəvvürlə yeyirəm. O qədər təmizdir. Və insanlar da şəhəri təmiz saxlayırlar. Burada yox var. 8-ci mərtəbədə ya. Aşağıdan sidiyini külək var deyənə, sakit olanda sidiyini qalxır yuxarıda konkret. İndi külək var deyənə yaxşıdır. Yəni dənizdən o Atlantik okeanının sərin küləyi vurur. Nəysə belə, məndən bu qədər. Bu da xatirə qalsın, Emin Hüseynov. Əslində yəni həqiqətən də Azərbaycanda situasiya çox ağırdır. Yəni utanc vericidir. Və Azərbaycanda olan hər şeyin istər Mehriban Əliyeva, istər İlham Əliyev xəbəri var. Özdə birbaşa xəbərləri var. Hər şeydən xəbərləri var. Valla bilmirəm, bəlkə də düz eləyirlər, bəlkə də Azərbaycan xalqına bu da azdır. Çünki yəni biz haqqımızı tələb eləmiriksə, belə də olacaq. Ona görə yenə də deyirəm, ağlı olan ölkədə yaşamaz. Yəni, ağlı olan söhbət puldan getmir. Demokratiyadan, azadlıqdan, rahatlıqdan, hər şeydən yəni. Ağlı o ölkənin gələcəyi yox. Əgər, nə bilim, dədən icra başçısı deyilsə, dövlətdə hansısa bir yüksək vəzifədə dövləti talayan, rüşvətlə, korrupsiya ilə yaşayan bir məmur deyilsə, mənim kimi yetimin birisənsə, sənin orada heç bir gələcəyin yox. Nə sənin, heç övladlarımın. Ona görə ağlı olan orada yaşamaz. Məndən bu qədər. Belə, hələlik.